Əli Kərimli ya müxalifətdir, ya müxalifət deyil. Müxalifət deyilsə, sən sayırsan ki, satqındır, əl çək Əli Kərimlidən. Bu, Temboli Əli Kərimli mən şəxsən öz qulağımla müsahibəsinin birində dedi ki, əzizlərim, mən Azərbaycanda bu şeydən hakimiyyətə gəlmək istəmirəm. Kim istəyir, geçsin, gəlsin. Geçsin, aparsın, vuruşsun, gəlsin hakimiyyətə, prezident, mən istəmirəm. Yəni, bundan sonra insanın üstünə düşmək, onu nəsə şeyləmək, Əli Kərimli nə eləməlidir ki, əziz qardaşım? Əli Kərimlinin uşaqlarının haqqı yoxdurmu? Özü Temboli Azərbaycanda hamımız bilirik ki, onlara nəinki küçəyə çıxmağa icazə vermirdilər. Yəni, o nöqteyi nəzərdən biz gərək belə şeylərdən uzaq olaq, əziz qardaşım. Şahidinə, biz onun kimlərin hesabına didərgin iş. Nizam bəy yazır. Nimət arxiv onun ölməyə qoymamaq lazımdır. Hər şeyi bilir. Paşa yazır. Mən sizə bir söz deyim. Əli Kərimlinin uçbatından yox. Əli Kərimli hələ onda cəbhənin vaxtında, yəni Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Pənah Hüseyin Aysə Qəmbərə, nə bilim, bizlərə baxanda Əli Kərim çox balaca adam idi. Yəni, o nöqteyi nəzərdən, yəni, mən nəyi demək istəyirəm? Onu demək istəyirəm ki, yəni, qınamaq, şeyləmək başqa şeydir. Gördüm, İlham Əliyev indi bəyəxlə nə dedi? Dedi ki, bəs 1 milyon adamı güya ki, biz, yəni, o cəbhə didərgin elədi. Amma hamımız bilirik ki, Heydər Əliyev 93-cü ildə gəldi və buraxdı. Abbas Abbasovdan tutmuş, arxivdə var, YouTube-da var hamısı. Rayonları boşaltdı, 1 milyon qaçqını yaratdı, gətirdi, dedi, gəlin problemi bir yerdə həll edək. Yəni, bizim hamımızın gözünün qabağında olan hadisələrdir. Yəni, o hadisələr təzdən başqa ona rəng verib, danışmaq elə gəlir ki, bizə heç birimizə xeyir gətirməz. Biz indi ancaq onun haqqında düşünməliyik ki, bu hakimiyyətdən yaxamızı necə qutaraq. Yəni, onun üçün də fərq eləməz. İstəyir cəbhəçi olsun, istəyir müsavatçı olsun, istəyir kim olur olsun. Məsələn, hamı yığışmalıdır bir yerə. Biz hakimiyyəti deyək. O ki, qaldı lider məsələsi. İnanın, Azərbaycanda prezident olmağa layiq olan İlham Əliyev ən axırıncı adamdır. Yəni, kimi desən Azərbaycanda, kimi desən, hətta bu Qurban Məmmədov deyir, o Kengurunu gətir, prezident, səs ver, prezident elə. Yəni, o mənada deyirəm ki, yəni, bunlar hamısı boş cəfən şeylərdir, dostlar. Yəni, biz, məsələn, bu gün deyək ki, Əli Kərimli, deyək, İsa Qəmbər, Sərdar Cəlaloğlu, nə bilim, və Xalq Partiyası, bunlar öz dövrlərini bitiriblər, elə mi? Başını burax, əl çək. Əgər sən onlara inanmırsan, əl çək. Özün yığışın bir yerdə 10 nəfər, 20 nəfər yeni bir partiya yaradın, başlayın təbliğata, biz də sizə dəstək verək, gəlin hakimiyyəti Azərbaycanda. Yəni, sən düşünürsən ki, mütləq hakimiyyətin dəyişməsi üçün Əli Kərimli siyasətdən getməlidir. Siyasət idarə deyil, bir şey deyil ki, deyəsən Əli Kərimli o siyasətin başında oturub heç kimə imkan vermir.